Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə vurğuladığınız kimi Azərbaycan Mərkəzi Bankının yenilənmiş proqnozlarına görə illik inflyasiya göstəriciləri 2025-ci il üçün 6% dərəcəsində civarında olacaq, 2026-cı il üçün isə 5,7% ətrafında olacaq. Eyni zamanda bir məqamda qeyd edeyim ki, yəni inflyasiya hədəf diapazonu daxilində olacaq və yəni ümumiyyətlə bu inflyasiya göstəriciləri ilə bağlı verilən bu açıqlamalarla bağlı, eyni zamanda bu açıqlamaların Azərbaycan iqtisadiyyatına hansı formada təsir göstərəcəyi ilə bağlı detallı informasiyanı elə qonağın iqtisadçı Elçin Rəşidovdan alacaq. Xoş gördük Elçin bəy. Təfərrüatları buyurun sizdən işləyək. Bəli, qeyd edildiyi kimi, yəni bu ilin sonuna inflyasiya 6% gözlənilir. Gələn üçündə inflyasiya dəyişmir, hədəfi dəyişmir. Hədəfləmə dedikdə burada bir şey nəzərə almaq lazımdır ki, yəni inflyasiya əslində söhbət burada manatın dəyərindən gedir. Manatın dəyəri düşəndə biz deyirik ki, bu inflyasiyadır, onun faizi ölçür və bizə manatın dəyəri dollara bağlandığından əslində Mərkəzi Bank və ümumiyyətlə bizim özümüzün onu çox da idarə etmək deyək ki, imkanlarımız yoxdur. Belə bir rıçaqlar yoxdur. Biz daha çox bunu müşahidəçi qismində, Mərkəzi Bankda daha çox bu məsələdə müşahidəçi qismində qalır. Amma əslində müəyyən yəni üzən bənzənlər rejimlərində onların belə bir müdaxilə nöqtələri var. Qeyd edilir ki, bu açıqlamada qeyd edilir ki, gələn il eyni zamanda iqtisadiyyatın artımının yavaşlaması fonunda tələbin artmayacağı gözlənilir və bu tələb adətən inflyasiya yaradan faktordur. Eyni zamanda ölkədə deyək ki, kredit qoyuluşları, bizneslərin, qeyri-neft sektorunun inkişafı və s. bu məsələlərdə yavaşlama gözlədiyindən o da tələbi artırmayacaqdır. Eyni zamanda dövlət büdcəsi. Yəni dövlət büdcəsindən gələn deyək ki, əvvəlkilərə nisbətən daha kiçilməsi, o da ümumi deyək ki, tələbin kiçilməsi. Deməli, növbəti ilin inflyasiyası nəyin hesabına baş verəcəkdir və indiki inflyasiya nəyin hesabına baş verir? Daha çox xarici partnyorlarda biz idxal etdiyimiz qiymətlərdə olan inflyasiyaların bizim iqtisadiyyata daşınmasının hesabına baş verir. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları bölüşdüyünüz üçün. Bir daha xatırladım ki, Azərbaycan Mərkəzi Bankı ilə bir sıra açıqlamalar verib və həmin açıqlamalar arasında ən çox diqqəti çəkənlərdən biri də inflyasiya göstəriciləri ilə bağlı oldu ki, bununla bağlı da qeyd olunur, rəqəmlər də açıqlanıb ki, 2025-ci il üçün 6%, 2026-cı il üçün, yəni növbəti il üçün isə 5,7% civarında inflyasiya göstəriciləri olacaq və təbii ki, bunun da Azərbaycan iqtisadiyyatına müəyyən təsirləri olacaq. Hansı təsirləri olduğunda elə iqtisadçı aydınlıq gətirdi həmin istiqamətdə müzakirəmizdə. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatları bizimlə bölüşdüyün üçün.